hal-hazırda Abşeron rayonunda Afrar kimi tanınan şəhərcikdəyik. Bildiyiniz kimi son günlər iddia olunur ki, gördüyünüz bu tikinti sayılır. Bu tikintinin üstündə gördüyünüz bu ev isə İlkin adlı şəxsə məxsusdur. İddia edir ki, mənim evimin ağzını qazaraq qanunsuz obyekt tikilir. Bununla bağlı bir redaksiya olaraq araşdırmaya başladıq. Məlum oldu ki, bu binanın bütün obyektlərinin sənədləri olduğu kimi bu obyektin də sənədi var. Əlimizdə gördüyünüz bu sənəd isə bu obyektə məxsusdur. Və bu sənədin olması rayon tərəfindən də bilinir. Bu cümlədən binanın komendantı da bu obyektin sənədin olmasını təsdiq edir. Şikayətçi İlkin isə bildirir ki, evin zirzəmisi qanunsuz şəkildə qazılıb və obyekt tikilir. Yerindəcə araşdırma apardıq. Qeyri-qanunsuz heç bir şey aşkarlanmadı. Binanın digər obyektlərində olduğu kimi bu obyektin də sənədi var və kağız üzərində qanuni təsdiqini tapıb. Onu da bildirmək istəyirik ki, İlkin adlı şəxsin dediyi sözlər birmənalı qərəzlidir. Heç bir sübutu, təsdiqi tapılmamışdır. Həmçinin iddialara görə bu mənzil heç İlkin adlı şəxsə də məxsus deyil. Ev repetitor müəlliminə icra verilmiş və bu evdə şagird hazırlaşdırılır. Bu anda ağlıma belə bir məsələ gəldi. Vətənə sevgi, dövlətə vergi. Həm icarəyə verən şəxs, həm də uşaq hazırlayan repetitorlar dövlət vergisindən yayınırlar. Bəs Vergilər Nazirliyi bu işə necə baxır?